Sağlam hər kəsə. Bu gün qarşınızda tamamilə fərqli bir video ilə varam. Çoxunuz bilirsiniz ki, mən kodlaşdırma ilə maraqlanıram. Və bu gün öz yazdığım Space Shooter, yəni kosmos oyunu sizə göstərəcəm. Amma bu bildiyiniz sadə oyunlardan deyil. Oyuna elə bir kod yazmışam ki, hər 30 saniyədən bir düşmənlər dəli kimi sürətlənir. Gəlin görək neçə saniyə sağ qala biləcəm. Video çəkməzdən əvvəl like atıb abunə olmağı unutmayın. Başladıq. Gördüyünüz kimi yuxarıdan düşmənlər gəlir və bu düşmənləri vururuq. Burada da yuxarıda Upradan bölməsi var. Ən sağda, ən yuxarıda. Gördüyünüz kimi buna basanda qalxan, düşmən çəkəndə hasar almırsan. 10 saniyəlikdir. Mən indi biraz kasılmışam deyə mənim 46 coin'im var. Normalda coin kasılmaq çox çətindir. Gördüyünüz kimi bu 5 coin'dir. Can paketi 15 coin'dir. Pilotun, yəni gəmini 100% sağaldır. 15 coin'dir. Double coin, yəni 2x coin, 2 qat coin 20 coin'dir. İndi məsələn qalxanı alaq sizə göstərmək üçün. Gördüyünüz kimi qalan hamısı bloklanır. Gördüyünüz kimi məsələn buraxdım mən. Gördüyünüz kimi yerə düşəndə canım getmir. Yuxarıda da ən yuxarıda, ən solda gördüyünüz kimi 31 saniyə, 29, 28 saniyə geri sayım başlayır yəni. Bu vaxt qutaranda isə bu qalxan gedir. Gördüyünüz kimi də bayaq ən altda düşmənlər sürətləndi, qırmızı şəkildə verilmişdi. Bu da düşmənlərin sürətlənir. Yəni bəzi şeylər var ki, burada uduzmaq mümkün olmur. Ona görə məcbur düşmənlər sürətlənir. Gördüyünüz kimi də orada rəngli kvadrat gəldi. O rəngli kvadrat bizə 5% bonus verir. İndi biz menümüzə keçək. Gördüyünüz kimi market və ultra düymələr var. Marketə tıklayanda fərqli rənglər, gəminin rəngləri var. Yəni pilotun. Gördüyünüz kimi mən seçmişəm. Əslində ağ seçilmişdi. Free'dir. Yəni ilk oyunda seçilir bu. Yəni təzə oyuna başlayanda. Bu tək atır, amma qalanları isə ikili atır. Gördüyünüz kimi mavi 10 coin'dir. Almışam mən bunu. Bənövşəyi 60 coin'dir, qəhvəyi 200 coin'dir, yaşıl 500 coin'dir, sarı 1200 coin'dir, narinci 1500 coin'dir, qırmızı 1900 coin'dir. Bunların yanındakı faizlər isə skorun tutaq ki, məsələn biz 100 skor qazandıq. Bunun skorun 10%'ini coin əlavə eləyir. İndi ultralara gələk. Ultralarda məqsəd isə Ghost Bullet, Ultra Speed, Ultra Power, Clown bunlardır. Ghost Bullet düşmənlərin güllələrin yox olmamasını sağlayır. Yəni içindən gəlir. Ultra Speed çox tez atır. Ultra Power, yəni hər şeyi tək atır. Clown isə ətrafında klonlar yaranır. Onlar düşmənlərə vurur və dörtlü atır. İndi təzədən oyuna gedək. Gördüyünüz kimi mən hər dəfə vuranda coin qazanıram, amma burada görükmür. Biz çıxanda isə neçə coin qazandığımız görünəcək. Burada da düşmənlər qırmızıdır və bunların 2 canı var. Aha, altda düşmənlər sürətləndi yazdı. Görürsünüz sürəti. Sürət hiss olunur. Və bizim burada canımız azalanda uduzuruq. Biz indi oyunu biraz çətinləşdirək. Marketə girək. Buradan ağı seçək. Yəni tək atanı. Bu isə çox çətindir.
Bizim gördüyünüz kimi yuxarıda H var. Bu H health, yəni can deməkdir. Biz canı 1000 qoymuşuq. Çünki düşmənlər çox yerə dəydiyindən, yəni axıra çox çatır deyə ona görə 1000 qoymuşam canını. Bunu mən Pydroid 3-də əlavə eləmişəm. Gördüyünüz kimi düşmənlər də artıq sürətləndi. Və hər 30 saniyədən bir düşmənlər sürətlənir. Bu düşmənlər daha sürətlənəndə oyun daha da çətinləşir. Oyun oynanmaz halına gəlir. Gördüyünüz kimi 54 skorum var. Burada ən solda skor yazır. Gördüyünüz kimi bu rəngbərəng şey bizə 5% bonus qazandırır. Bu da yuxarıdakı da menudur. Menuya basanda biz menuya gedə bilərik. Gördüyünüz kimi 60 coin qazanmışam. Yəni əslində qazanmamışam. Mən əvvəlcədən kasılmışdım. Prosta 60 coin oldu indi. Bu 60 coinə bənövşəyini alacağıq. Gördüyünüz kimi. Bu isə bizə 20% coin əlavə olunur. O birisilər də eyni qaydada 30 coin, 40% coin, 50% coin, 60% coin və 100% coin. Bizim mağazamızda 7-dən fərqli pilotumuz, yəni gəmimiz var. Bu gəmilər bizə pul qazandırır. Əgər başqa bu oyunuma nə əlavə eləyimsə yorumlara yazın. Məsələn, mən meteor əlavə eləyə bilərəm. Boss əlavə eləyə bilərəm. Əgər boss əlavə eləyim deyirsinizsə, yorumlara 1 yazın. Əgər meteor təhlükəsi əlavə eləyimsə, yorumlara 2 yazın. Videomuz bu qədər. Dedim ki, sizlə paylaşım videomu. Sağ olun, görüşərik.